Sənətşünas Aygün Bayramlı, Mədəniyyət Nazirliyi, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilən İncəsənət müəllimlərinin qış məktəbi layihəsində iştirak etdim. 3 gün ərzində bizə müxtəlif təlimlər, seminarlar keçirildi və biz bu təlimlər sayəsində müasir tədris metodikaları ilə tanış olduq. Və bu biliklər əlbəttə ki, bizim sahə üzrə daha peşəkar olmağımıza, inkişafımıza, potensial imkanlarımızın daha da genişlənməsinə zəmin yaradır. Sabirabad şəhər Uşaq Musiqi Məktəbinin xanəndə müəllimi Sərxan Baxşıyev. Mən də öz növbəmdə qış məktəbi layihəsinə qatıldım və burada gözəl təəssüratlarımız oldu və mənim dəyərli müəllimlərim Rəna xanıma öz təşəkkürümü bildirirəm, Altun Rəcəbliyə öz təşəkkürümü bildirirəm və sonda Mədəniyyət Nazirliyinə və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqına özlərinin təşəkkürümüzü bildiririk. Mən Quliyeva Çinarə, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin fortepiano müəllimiyəm. Düşünürəm, müəllim öyrənməyi dayandırmamalıdır. Bu qış məktəbi mənim üçün peşəkar inkişaf və yeni ideyalar deməkdir. Belə bir inkişaf mühiti yaratdıqları üçün Mədəniyyət Nazirliyinə və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqına təşəkkürümü bildirirəm. Bu cür layihələrin tez-tez həyata keçirilməsini və digər həmkarlarımın da yararlanmasını istəyərdim. Mən Fidan Xəlilova, Əfrasiyab Bədəlbəyli adına 23 nömrəli 11 illik musiqi məktəbinin fortepiano müəllimi. Mən bu təlimlərə qoşulmaqla həm öz metodik biliklərimi zənginləşdirmək, həm də əldə etdiyim təcrübələrimi şagirdlərimlə bölüşmək istəyirəm. Məqsədim isə sinif otağını adi bir dərs məkanı deyil, yaradıcı laboratoriyaya çevirməkdir. Çünki incəsənət dərsi azad düşüncənin başladığı bir yerdir və bizə yaratdıqları gözəl şəraitə görə Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqına özlərinin təşəkkürümü bildirirəm. Xanəndə müəllimi Həsənov Həsən İncəsənət müəllimlərinin qış məktəbi adlı layihəsinə Saatlı rayonundan qatılıram. Bir neçə gün ərzində keçirilən təlimlərdən çox məmnunam və burada mən digər rayonlardan gələn müəllimlərlə həm söhbət olduq, fikir mübadiləsi apardıq və sonda Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqına təşəkkürümü bildirirəm.